Dostluq münasibətləri də çox önəmlidir. Yeniyetmə bəzən olur ki, hansısa bir yeniyetməyə dostuna dəstək olmaq üçün onun yanındadır və bu münasibətləri dostluq adlanır. Bəzən ola bilər ki, məsəl üçün abuziv münasibətlər ola bilər, məsəl üçün. Amma əgər bu uşaq hətta yaxşı olmayan digər bir uşağın yanındadırsa, biz uşağımıza doğru suallar verərəkdən niyə onun yanında olmağı indi seçir kimi bir anlayışını ortaya çıxartmalıyıq. Uşağımız o dostluq münasibətlərini nəyə görə seçir? Bəli. Onun dostluq seçmə kriteriyaları nədir? İstəkləri, duyğuları, bu dostluq ona nə qazandırır? Əgər rəfiqə qızlardırsa, məsəl üçün hansı rəfiqəsindən, axı qızların adətən daha çox rəfiqələri olur. Məsəl üçün hansı rəfiqəsini nəyə görə daha özünə yaxın hiss edir? Hansı xüsusiyyətlərinə görə? Hansı rəfiqəsindən ən yaxınını paylaşmaq istəyir? Hansındansa sadəcə zaman keçirtmək daha maraqlıdır. Yəni yeniyetmələr üçün bu əslində çox gözəl bir dönəmdir ki, onlar dostluq münasibətlərini quraraqdan özlərini də daha çox tanıyırlar. Onlar da seçərkən, yəni bəzən olur ki, özündə olmayan hansısa bir xüsusiyyətləri və yaxud da həmən ətrafda, dost ətrafında olarkən özündə tapdığı yaxşı xüsusiyyətləri daha çox qabartmaq üçün öz dostluq münasibətlərini qurub və davamlı saxlayırlar. Bu dönəmdə məsəl üçün bəzən valideynin uşağının dost seçimi ilə narazı ola bilər və sual verə bilərlər ki, bəs biz necə eləyək ki, məsəl üçün onun olduğu dost ortamı bizi narahat eləyir valideyn olaraqdan. Yəni bu qətiyyən qadağalarla həll olunmaz. Siz nə qədər çox qadağa qoyacaqsınızsa, o qədər yeniyetməli dönəmində həmən o ətrafını və məhz dostunu qorumağa çalışacaqdır. Onu qorumağa çalışacaq, sən tanımırsan, sən bilmirsən, sən düzgün danışmırsan, sən məni heç anlamırsan. Yəni sən məni heç anlamırsan dediyi zaman yeniyetmə qapılarını bağlayır sizə. Yəni yavaş-yavaş sizlə özünün arasında artıq o belə deyək də hasarı artıq kərpiçlərlə hörməyə başlayır. Yəni bizim istədiyimiz nədir? Yeniyetmə valideynlə mütləq bir hasar qoyacaqdır. Amma biz istəyirik ki, bizim həmən o hasarımız taxta, arada keçidləri olan, gül çiçəkli bir hasar olsun. Yəni sərhədlərimiz gözəl müəyyən olunsun ki, o yetişkənlik dönəminə keçdiyi zaman da biz onunla münasibətlərimizi sağlam saxlaya bilək. Çünki yeniyetməlik dönəmində valideyn nə qədər çox münasibətlərini yeniyetməklə korluyursa, yeniyetmə artıq sabah yetkin olacaq axı. Yetkin olduğu zaman həmən o qırılmış münasibətləri bərpa etmək mümkünsüzdür.